Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə Sabirabad rayonu Nəriman kəndi ərazisində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumatında deyilir. Məlumatla əlaqədar dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Sabirabad rayon yanğından mühafizə hissəsinin qüvvələri əraziyə cəlb olunub. Əməliyyat şəraitinə uyğun olaraq yanğın söndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirə salınmaz tədbirlər sayəsində ümumi sahəsi 980 kvadrat metr olan bir dam altında bir-birinə bitişik tikilmiş müxtəlif təyinatlı obyektlərin biri-birinə baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik obyektlərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində bir-birinə bitişik müxtəlif təyinatlı obyektlərin sahəsi 280 kvadrat metr olan çayxananın yanar konstruksiyaları yanıb, digər obyektlər isə yanğından mühafizə olunub.